Araqçının Bakı səfərindən münasibət bildirməyinizi xahiş edirəm. Bu araqçı bilirsiniz türk sözüdür də. Araqçı da. Bəli. Araqçı da tərlik deməkdir. Araq sözü də buxarlanmanın kondensasiya olunması deməkdir də, tərə çevrilməsi. Araq ona görə deyirlər. Bəli. Buxarlanır, soyuq yerdən keçir, damcı tökülür, olur araq. Və tərtəmiz türkçə. Demirəm ki, bu araqçı da türkdür. Amma türk olma ehtimalı getdikcə çoxalır. Açıqlamalarında, davranışlarında Sayın Pezeşkiyanın çizgisində çox olduğunu biz hiss edirik. Bu cürə məmurlar İranda çox deyil, Zahir bəy. Pezeşkiyan kabinetində də çox deyil, çox azdır. Amma getdikcə bunlar mövqələrini gücləndirirlər. Özəlliklə İran məsələsi küresel mafiyanın hədəflərində olan İranla söhbət gedir. İranda Fars faşist çətəsinin hakimiyyətə gətirilməsi uğrunda mübarizədən gedir. O Fars faşist çətəsi ki, Azərbaycanın böyük bir qisminə sahiblərini Farsistan qorumaq istəyir. Bunu da İranda adlanan Azərbaycanda olan türklərin böyük əksəriyyəti qəbul etmir. İran adlanan Azərbaycanda olan əhalinin böyük əksəriyyəti buna qarşıdır. Bunlar hesab edir ki, bugünkü İran tarixi sınırları içərisində öz əhalisi tərəfindən yönəldilməlidir, idarə olunmalıdır və seçim haqqı xalqın olmalıdır. Və belə bir durumda İranda iki baxış bugün hakimdir. İranın bütövlüyünü qorumaq, qonşu dövlətlərlə iyi ilişkilərdə, yaxşı ilişkilərdə olmaq. Siyasetin bugün liderliğini gerçekleştiren Pezeşkiyandır. Ve bu siyasete karşı olan küresel mafya ile, İsrail mafyasından, Netanyahu mafyasından söhbət gedir. Avropanın bəzi dövlətlərinlə işbirliyində olan Fars faşist çətəsi, onların da yurt dışında olan nümayəndəsi Kir Pəhləvi. Rıza Kir Pəhləvi. Kirusdur, özünü elə ad götürüb Kirus. Çünki bunun nəsil Əhəmənilərə gedir, çıxır. Bir ortada oyun oynayıb, həm də Kirus tarixdə bir qondarma Netanyahu İsrailinin yaydığı məlumat var ki, çox sayda Yahudiləri xilas eləyib. Bunlar da bu Kirusları dirildirlər ki, yaxşılıqlarına cavab versinlər, bunları hakimiyyətə gətirsinlər. Bunların da İran adlanan Azərbaycanda, yəni bugünkü İranda yönetimdə kolonları, paralel dövlətləri belə deyək, çox güclüdür. Məclis başkanı onlarla bir yerdədir. Şureyin, Nigahbahın sədri var, Cənnəti, onlarla bir yerdədir. Keçmiş prezidentliyə namizəd Pezeşkiyana alternativ olan Səid Cəlili onlarla bir yerdədir. Özünü Azərbaycan türkü sayan, Tülkü, Ərdəbil İmam Cüməsi amili onlarla bir yerdədir. Bunlar da İran adlanan Azərbaycanda bugünkü yönetimdə çox güclüdürlər. Məclisi Xübriqan, Ali Dini Məsləhət Şurasının %60-70-i bunlardan ibarətdir. Əyətullah Şirazilər bunlarla bir yerdədir. London şiəçilərindən danışıram ki, o şiəçilər Azərbaycan səfirliyinə hücum eləmişlər, xatırlayırsınız. Girib səfirlikdə Azərbaycan dövlət atributlarını təhqir eləmişdilər. Bunların da London şiəsi adlandıran da bugünkü Xamneyi cənablarıdır. O deyib mətbuatda ki, bunlar London şiəçiləridir. Öz istərində ciddi bir qarşıdurma var və bu qarşıdurma içərisində Pezeşkiyan liderliyində olan bir siyasət Azərbaycan və bölgə dövlətlərinin maraqlarına uyğun gəlir. Qonşularla sülh, barışıq içərisində olmaq, anlaşma siyasəti. Bilirsiniz, bir neçə gün öncə Sayın Hakan Fidan İranda oldu. İrandaydı, bəli. Orada verilən deməçlər çox önəmli idi. Hakan Fidan açıqlama verdi ki, İranın güvənliyi Türkiyənin güvənliyidir. İrana olan təhdid Türkiyəyə olan təhdiddir. Bu çox ciddi bir məsələdir. Belə bir durumda Araqçının Bakıya səfər etməsi təsadüf deyil. Diqqət etdiniz, görüş Azərbaycan dövlətinə yüksək səviyyədə həyata keçirildi. Azərbaycan Cumhurbaşqanı Sayın Əliyev Araqçını çox yüksək səviyyədə qəbul etdi və aralarında isti bir söhbətin olduğu da hiss olundu.
Sayın Əliyev Pezeşkiyanı Bakıya rəsmi dəvət etdi və eyni zamanda qısa zamanda Sayın Əliyevin Tehrana bir səfərin olması İran adlanan dövlət adına, Azərbaycan dövlətinə təqdim olundu. Danışıqlarda bu səsləndi. Bundan xəbər verir ki, yaxın zamanlarda Azərbaycan Cumhurbaşqanı Sayın Əliyevin Tehrana bir səfər olacaq. Bu, getdikcə bölgədə üçlü bir ilişkinin formalaşmasına gətirir ki, Türkiyə, Azərbaycan və İran üçlüsünün ortaq zirvə toplantısının olacağı gözlənilir yaxın gələcəkdə. Zəngəzur dəhlizinin rəsmiləşməsindən sonra, barış sazişinin imzalamasından sonra Türkiyə, Azərbaycan, İran üçlü zirvə toplantısının olacağından artıq xəbər verir və belə bir mərhələdə də üç dövlət arasında getdikcə ilişkilərin istinləşməsinə gətirməlidir. Və təbii ki, İran öz bütövlüyü uğrunda mübarizə aparır. Biz də İranın bütövlüyünü, İran deyəndə təbii ki, İran başdan baş Azərbaycandır. Burada bəzi professorlar, Makvellidən dərs deyənlər xatırlayırsınız, məndən kəllələşirlər ki, İran 5 yerə parçalanacaq. Mən də dedim ki, ay parçalandı, biz onu qoymayacaq. Ora Azərbaycanlı parçalana bilməz. Dedi, sən kimsən? Amerika istəyir. Dedim, Amerika başını divara döyür. Xatırlayırsınız o söhbətləri. Bax, o adamların da bütün arzuları gözlərində qalacaq. İran olan Azərbaycanı kimsə parçalayamaz düşüncəsində. Bugün Azərbaycan dövlət ağlı hərəkət eləyir və Türkiyə dövləti bu siyasətin içərisindədir. İranın bütövlüyünü qorumaq, xalqın iradəsindən İranda islahatların aparılması. Mən hesab edirəm ki, Sayın Pezeşkiyan belə bir islahatlara hazırdır. İran dövlətin içərisində də minilliklərə dayanan dövlət ağlı artıq hərəkətdədir. Minilliklərə dayanan Türk dövlət ağlı da təbii ki, İranın bütövlüyü içərisində İranda milli islahatların gerçəkləşməsini həyata keçirəcək. İslam dünyasında məzhəbçilik üzərindən qarşı durmalara gedən meyillərin aradan qaldırılmasından bağlı ciddi addımlar atılacaq. Və beləliklə də Azərbaycan, Türkiyə və İran arasında bir sıxı işbirliyi İranda xalqın təbii ki, iradəsini daha da gücləndirəcək. Xalqın iradəsi güclənmiş bir İran adlı Azərbaycanda getdikcə türk amilinin güclənməsinə xidmət edən bir proses artıq daha da sürətlənəcək. Çox qısa zamanda 2026-cı ilin sonlarına yaxın İranda artıq dövlət dilinin həm də türk dili olması məsələsi gündəmə gəlir. Biz bu proseslərə tam dəstək veririk və belə bir dəstək içərisində mən hesab edirəm ki, Azərbaycan dövlətinin rolu kifayət qədər çox ciddi olacaq. Bu baxımdan da Sayın Araqçının Azərbaycana bu səfərində iləridə Azərbaycan və İran arasında ilişkilər çox yüksək səviyyəyə gələcək. Terrorçu güclər Azərbaycana artıq təhvil verilmək məsələsi gündəmə gələcək. Şeyliyum, nə bilim nələr, bilirsiniz də onları. Toyitlər, moyitlər, səsləri batanlar. Son 30 ildə Azərbaycan-İran arasında Moskvanın qurduğu tuzaqda iştirak edən agentura şəbəkəsi də yəqin ki, Azərbaycan dövlətinə veriləcək. Heç kim düşünməsin ki, İranın fars, faşist, Səid Cəlillər üzərindən, Amırlar üzərindən, Qalibaflar üzərindən və eyni zamanda Amerikada oturan şarlatan Rıza Kiuruz Pəhləvi üzərindən qurulmuş bir çirkli təxribat makinələri Azərbaycanda qalacaq. Təbii ki, 2013-cü il Milli Şuranın və Ramiz Mehdiyev və kirli qüvvələrin ortaq təşkilatlanaraq dövlət çevriliş apardıqları bir zamanda bunların hamısı ifşa olunacaq. Amma eyni zamanda bu rəsmi İran adlanan Azərbaycanda olan yeniləşən dövlətin yetkililəri tərəfindən də etiraf ediləcək. Biz buna doğru gedirik və bu baxımdan da bölgədə geosiyasi maraqların çatışdığı bir zamanda Azərbaycanın spikerliyində, Türkiyənin spikerliyində artıq Orta Doğuda deyil, Qafqazlarda və Qafqazlardan sonra Türkistanda geniş bir güvənlik sorunlarının çözülməsi həyata keçiriləcək.